Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Uca Allahın müvəffəqiyyəti ilə təfsir dərslərimizə qaldığımız yerdən davam edirik. Növbəti surəmiz Zəlzələ surəsidir. Zəlzələ surəsi də Məkkə surələrindəndir. Yəni Məkkədə nazil olub. Zəlzələ surəsinin fəzilətləri haqqında varid olan hədislərdən biri budur. Buxari və Müslim rivayet edib Peyğəmbər sallallahu əleyhi və səlləmdən uzunqulağın zəkatı haqqında soruşulur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm isə belə buyurur: "Mə unzilə aleyyə fīhə şey'un illə hādihil əyətul cəmi'atul fəddə." Mənə bu haqda heç bir şey nazil olmayıb. Yəni uzunqulağın zəkatı haqqında heç bir şey nazil olmayıb. Bilirsiniz ki, qoyuna zəkat var, inəyə zəkat var, dəvəyə zəkat var. Yəni səhabələr də xeyrə həris olduqları üçün hətta uzunqulağa da zəkat varmı deyə soruşurlar və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mənə bu haqda heç bir şey nazil olmayıb. Ancaq bu əzəmətli, əhatəli ayədən başqa, hər şey özünü əhatə edən ayədən başqa, sonra Zəlzələ surəsinin 7-ci, 8-ci ayələrini oxuyur. Buyurur ki, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Kim zərrə qədər yaxşılıq edərsə, bunun əvəzini görəcəkdir. Kim də zərrə qədər bir pislik edərsə, bunun əvəzini görəcəkdir. Deyə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Yəni, insanın etdiyi ən xırda yaxşılığa görə belə o mükafatını alacaq. Və həmçinin etdiyi zərrə qədər pisliyin belə qarşılığını, cəzasını və hesabını verəcək. Sonra Zəlzələ surəsinin ayələrinin təfsirinə keçək. Allah Azza və Cəllə Zəlzələ surəsinin 1-ci ayəsində buyurur: İzə zulzilətil ardu zilzələhə. Yer titrəyib lərzəyə gələcəyi zaman. Və burada alimlər bu ayənin təfsirində buyurur ki, bu qiyamət saatı zamanı baş verən bir titrəyişdir. Məsələn, günümüzdə də 1000 il qabaq da zəlzələlər olurdu. Və buradakı zəlzələ həmin o zəlzələlər deyil. Bu zəlzələ qiyamət saatı zamanı baş verən ən şiddətli zəlzələdir. Hansı ki, yəni bunun mislində zəlzələ olmayıb. İnsanlar bunun mislində zəlzələ görməyiblər. Necə ki, Həcc surəsi 1-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Yə eyyuhən nəsu ttəqu rabbəkum innə zəlzələtəs-sə'əti şey'un azim. Ey insanlar, Rəbbinizdən qorxun. Həqiqətən qiyamət saatının zəlzələsi dəhşətli bir şeydir. Yəni burada Allah Azza və Cəllə həmən o titrəyişi də zəlzələ adlandırır. Amma həmən zəlzələnin olacaq, qiyamət saat zamanı olacaq həmən zəlzələnin çox əzəmətli bir şey olacağını xəbər verir ki, insanlar heç vaxt onun bənzərini görməyiblər və ya onun bənzəri zəlzələ heç vaxt olmayıb. Həmən zaman olacaq və insanlar bunu görəcəklər. Sonra 2-ci ayədə Allah Azza və Cəllə buyurur ki, وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا. Yer öz yükünü bayra atacağı zaman, yəni həmən zəlzələ olacaq, sonra yer öz yükünü bayra atacaq. Və burada yük deyəndə nə nəzər tutulur? Alimlər deyir ki, ölülər, yerin daxilində olan xəzinələr və digər hər bir şey. Yer onları öz daxilindən üzərinə çıxaracaq, xaricə çıxaracaq, hamısını, hər bir şeyi. Sonra 3-cü ayədə Allah Azza və Cəllə buyurur ki, وَقَالَ الْإِنسَانُ مَا لَهَا. Və insan deyəcək ki, ona, yəni yerə nə olub? Həmən zaman insan belə deyəcək, ona nə olub yerə? Niyə görə yəni yer bu cür lərzəyə gəlir? Niyə görə bu yer içindəkiləri hamısını bayıra çıxarır? Və bu da həqiqətən çox qorxu verici bir şey olacaq. İnsanlar həmən vaxtı qorxu içində, çaşqınlıq içində, panika içərisində olacaqlar. Əzəmətli bir təəccüb içərisində bu sualı verəcəklər. Sonra 4-cü ayədə Allah Azza və Cəllə buyurur ki, يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا. Həmin gün yer öz xəbərini söyləyəcəkdir. Yer bizə görə daşdır, torpaqdır, sudur, cansız bir varlıqdır. Bu necə xəbəri söyləyəcək? Əbu Hüreyrə radiyallahu anhu deyir ki,
qara Rasulullah sallallahu aleyhi ve sellem yevme izin tuhaddisu əxbərəhə. Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni oxudu. Yer o gün öz xəbərini verəcəkdir. Qal ətədrunə mə əxbəruhə. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, siz bilirsiniz onun xəbəri nədir? Qalu Allah və Rasuluhu a'ləm. Onlar dedilər ki, Allah və onun elçisi daha yaxşı bilir. Qal Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, فَإِنَّ أَخْبَارَهَا أَنْ تَشْهَدَ عَلَى كُلِّ عَبْدٍ أَوْ أَمَةٍ بِمَا عَمِلَ عَلَى ظَهْرِهَا أَنْ تَقُولَ عَمِلَ كَذَا وَكَذَا يَوْمَ كَذَا وَكَذَا. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, onun xəbər verməsi, xəbəri haqqında bəhs etməsi odur ki, o hər bir qadın və kişi qulun, yəni insanların özünün üzərində etdikləri əməllər barəsində xəbər verəcək, buna şahidlik edəcək. Və deyəcək ki, filan günü filan əməli edib onun üzərində, yer üzərində və buna şahidlik edəcək yer. Yəni yerin xəbəri verməsi, yerin öz xəbəri haqqında danışması bax budur. Xəbəri söyləməsi budur. Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem izahını bizlərə verib. Bu hədisi də İmam Ət-Tirmizi rivayet edib və həsən olduğunu bildirib. Və sonra sual yaranır. Yer nə üçün belə bir şey etsin? Niyə görə öz xəbərini, öz üzərində olan işlərə şahidlik etsin? 5-ci ayədə Allah azza və cəllə buyurur ki, "Bi-enne rabbeke awha laha." Çünki Rəbbin ona belə vəhy etmişdir. Baxın, çox əzəmətli ayədir. Yəni Rəbbi ona yerə əmr edib ki, danışsın. Yerə əmr edib ki, danışsın və özünün üzərində edilən əməllərə şahidlik etsin və bunu xəbər versin. Və ondan sonra yer də Allahın yaratdığı məxluqlardan biri olaraq Allahın əmrinə itaat edərək bütün xəbərini verəcəkdir. Şahidlik edəcəkdir. Və sonra 6-cı ayədə Allah azza və cəllə buyurur ki, "Yevme izin yasturun nasu eştaten liyurav a'malahum." O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə qayıdacaqlar, çıxıb gələcəklər. Yəni haqq hesab yerindən gələcəklər. Həmən o mövqifdən, həmən o toplandıqları yerdən haqq hesab olandan sonra onlara əməlləri, pis və yaxşı əməlləri onlara təqdim edildikdən sonra onlar nə edəcəklər? Qayıdacaqlar. Qayıdacaqlar sağ tərəf sahibləri cənnətlərinə, sol tərəf sahibləri isə cəhənnəmlərinə. Sağ tərəf sahibi cənnətə gedəcək, sol tərəf sahibləri isə cəhənnəmə gedəcək. Və bu ayrılma günüdür. Həmən vaxt möminlərlə kafirlər bir-birindən ayrılacaq. Cənnət əhli ilə cəhənnəm əhli bir-birindən ayrılacaq. Buyurur ki, Allah azza və cəllə Rum surəsi 14-cü ayədə "Yevme izin yetefərraqun." O gün onlar ayrılacaqlar. Möminlər və kafirlər. Rum surəsi 14-cü ayə. Və həmçinin Rum surəsi 43-cü ayədə Allah azza və cəllə buyurur: "Yevme izin yassaddaun." O gün onlar iki dəstəyə ayrılacaqlar. Yəni cənnət və cəhənnəm əhli olaraq. Və bu gün əməllərin qarşılığının veriləcəyi bir gündür. Hər kəs öz əməlinin qarşılığını alacaq və insanlar iki dəstəyə ayrılacaq. Allah azza və cəllə bizləri də cənnət əhlinin içərisində etsin həmən günü. Sonra 7-ci ayədə isə Allah azza və cəllə buyurur ki, "Fəmən ya'məl misqalə zərrətin xayran yarah." Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onun əvəzini görəcəkdir. Yəni bu qayıdışdan sonra, haqq hesabdan sonra artıq cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə. Kim zərrə qədər bir yaxşılıq edibsə, onun əvəzini görəcəkdir. Əməllərinin səhifəsində və o mükafatların veriləcəyi zaman. Zərrə qədər belə onlara zülm edilməyəcəkdir. Zərrə qədər etdikləri yaxşılıq da əvəzsiz qalmayacaqdır. Və zərrə dedikdə, ərəbcə zərrə dedikdə qarışqanın ən kiçik növlərindən birinin adıdır bu. Ən kiçik bir qarışqa növüdür. Yəni bilinəcək bir şey.
Ən kiçik bir şey, çox yüngül. Sonra 8-ci ayədə Allah Azza və Cəllə buyurur ki: "Və men ya'mal miskale zerratin şerran yarah." Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu, yəni onun əvəzini görəcəkdir.